Salam dostlar. Mən valideynlərə müraciətimi çox təəssüf hissi ilə müraciət edirəm. Onlara bildirmək istəyirəm ki, dünyada ən əziz varlıq baladır. Əgər siz bu balalarınızı fikirləşmirsizsə, yalnız siz bu balalarınızın qarnını düşünüb, bunların fiziki, nə bilim, əqli, ondan sonra daxili xəstəlikləri ilə belə maraqlanmırsınızsa, mən sizə nə deyə bilərəm ki? Axı bizim uşaqlarımız, autizmli uşaqlar, onlar xəstəlik deyil, onları xəstə edən bizlərik. Bizlər onları niyə xəstə edirik? Çünki susuruq. Azərbaycan hakimiyyəti hal-hazırda özünü hamam suyu ilə özünü dost tutur, ona buna özünü şirin göstərməklə məşğuldur. Bizim balalarımıza çatan pulları xaricə axıdırlar. Nə bilim, bir gün heyvanlara pul xərcləyirlər, bir gün nə bilim Çinlilərə pul xərcləyirlər, Vyetnamlılara xərcləyirlər, indi Vatikanlılara verirlər. Mən başa düşə bilmirəm ki, bizim millət bunu görmür. Bizim millət görmür. Niyə susursunuz? Niyə susursunuz? Nə var burada? Axı sizin uşaqlarınız beliyə baxanda Elon Musk da autizm xəstəsidir. Xəstə deyirik də, bizim adət eləmişik xəstə deməyə. Autizmlidir. Görün, o dünyanı fəth edib, dünyada nələr yaradır. Amma siz nə edirsiniz? Siz özünüzün gül kimi ağıllı uşaqlarınızı şizofrenik edirsiniz. Siz bunlarla susursunuz. Bilirsiniz necədir? Azərbaycanın bir dənə xəsiyyəti var, bir dənə insanlarımızın beynində düşüncəsi var. Bu günləri çörəyim varsa mən xoşbəxtəm. Yaxşı, bu gün o çörəyi tapdım, balığa yedizdirdin. Sabahları İraq olsun, Allah göstərməsin. Sənin başına bir iş gəlsə, sənin o balığa kim baxacaq? Bir onun haqqında fikirləşmisiniz, bir onu düşünürsünüz siz. Bax, indi tutaq geçsək, xanıma gündə neçə dəfə zəng edirlər. Deyirlər ki, xanım, deyir ki, tədris müəssisəsi səhsil nə vaxt açılacaq, necə? Bacı, biz necə açaq onu? Hansı işləri? Siz axı bizə dəstək olmursunuz. Siz qoymursunuz ki, biz ürəklə addım ataq. Biz sizin susmağınız, hakimiyyətdə deyirlər ki, nə oldu, elə təkcə sizdən başqa danışan yoxdur, elə danışan bir dənə sizsiniz. Millət danışmır. Niyə danışmırsınız? Niyə tələb eləmirsiniz? Nədən qorxursunuz? Mən hərdən oturub fikirləşirəm, deyirəm ki, yaxşı, əgər bu uşaqların anaları, ataları, balalarını düşünmürsə, beliyə qalanda onda bizim borcumuzdur ki, onları düşünək. Bizim borcumuz odur ki, siz bizə dəstək olun, siz danışmırsınız, biz danışırıq da, biz sözümüzü deyə bilirik. Amma ki, sadəcə bir dənə adicənə sözlərinizlə altdan bir yazın ki, bəli, doğrudur, biz bunu tələb edirik, biz bunu edirik. Yavaş-yavaş biz səsimizi dünyaya çatdıraq. Məsələn, mən dünənləri İtaliyada, Vatikana özüm məktubu yazmışam. Mən ona yazmışam ki, bizim xanımımız, xanım Mehriban Əliyeva 45 milyonu bizim balalarımızın boğazından kəsib sənə göndərir. Sənin Vatikanı ya remont elətdirir, ya neynir. Axı bizim balalarımızın haqqını şey edirlər. Onlardan xahiş eləmişəm. Dedim 45 milyonun heç olmasa 1 milyonu göndərin bizə. Biz o 1 milyona özümüz üçün tədris müəssisəsi tikdirək, ora nə bilim aparatura alaq, uşaqlarımız üçün şərait yaradaq. Biz bunu eləyək. Öz bunu xahiş eləmişəm. Mən Mehriban xanıma yazmaqdan yoruldum. Çiçək xanım Mehriban xanıma yazmaqdan yorulub. Getmədiyi qapı qoymayıb. Nə bilim, zəng çalmadığı yer qoymayıb. Eldar Baksovetin sədrinə neçə dəfə bundan xahiş olunub ki, bizə torpaq sahəsi ayırın. Bizə torpaq sahəsi ayırın ki, biz bir işimizi görə bilək. Heç kimin vecinə deyil. Axı onların veclərinə deyil. Niyə? Çünki siz susursunuz. Siz ayağa qalxsınız, siz sözünüzü desiniz, siz tələb eləsiniz. Onlar da məcbur olub eləyəcəklər, amma bunu siz eləmirsiniz. Ona görə də oturun, biraz fikirləşin. Görün ki, siz haqqına hərəkət edirsiniz. Axı siz bir dənə qadını, onun da 2 dənə balası var, ikisi də xəstədir. Qızını artıq şizofrenik eləyiblər. Bəs siz bunu görmürsünüz. Axı bu günlərdən siz üçün də var. Axı bu günləri siz də yaşayacaqsınız, çünki sizin də uşaqlarınız autizmlidir. Autizmli uşaqları gör nə günə qoyublar. Dünyanın heç yerində elə bir şey yoxdur ki, autizmli uşaqlara xəstə gözü ilə baxsınlar. Autizmli uşaqlara
onlara əksinə, onlar fərqlidirlər, onlara başqa cür baxırlar. Məsələn, burada Ukraynada mən görmüşəm, getdim, maraqlandım. Autizmli uşaqlarla necə məşğul olurlar. Məsələn, autizmli uşaqların özlərinə çox gözəl texniklər çıxır, çox gözəl ayteşniklər çıxır, zərgərlər çıxır. Bunları siz görmürsünüz, düşünmürsünüz. Axı siz susduqdan sonra dövlət deməyəcək ki, hə də, bunlar susurlarsa demək hər şeyləri yaxşıdır. Yaxşıdırsa nə istəyirsiniz bizdən?